Zülfiyə xanım, illərdir eyni imicdəsiz. Niyə imiciniz dəyişmir? Yox, qadan alım. Mən ilan zad deyiləm ki, qavıq dəyişim. Yox. Fərqli yox. Arada fərqlər yox. Yox, mən o vaxt rəhmətli atama söz vermişdim ki, mən necə gəlmişəmsə elə də gedəcəm. Mən o sözümün üstündə durmuşam indiyənə qədər, duracam da. Hərdən uza başı saçımı bağlayıram, o da çox üstü zad olanda belə. Əssalam. Ayrı cür görməyəcəksiniz. Yəni sözüm də sözdür. Mən müəyyən bir yaş həddindən sonra efirlərə də dayandıracam. Siz hər şey bir yerə qədər. Artıq neçə il qalıb? 5 il var. Yəni 5 il sonra sənət tərk edirsiniz. Hə. Efirlərə də çıxmayacaqsınız, yoxsa? Öz aləmimdə də. Bəlkə demirəm, nə vaxtsa gələr mənə hardasa yaxalayarlar, bu hallar ola bilər, amma çalışaram ki, efirə çıxmayayım. Çünki cəmaatın da gözünü gördükdə bəzidir, neçə illərdir. Nə qədər? 14 yaşımdan mən səhnədəyəm. 14 yaşımdan. Mən profesional səhnə 14 yaşımdan. Zülfiyə xanım, tamaşaçılar sizi çox sevirlər. Elə televiziyalarda sizin kimi insanlar olmalıdır, nümunəvi insanlar olmalıdır. Tamaşaçılar beziblər artıq eynilikdən. Hər şey qədərincə gözəldir. Məncə qədərincə gözəldir. Gənclərə yer vermək lazımdır. Qoy gənclərimiz davam eləsin. Şükür Allah bütün balaları qorusun. İçində də bizimkiləri. Mən elə düşünürəm, yəni mənim şəxsi fikrimdir.